Hər vaxtınız xeyir olsun, hörmətli xanımlar və cənablar, əziz dəyərli qonaqlarımız və dəyərli tamaşaçılar. Hər birinizi ürəkdən salamlayırım. Azeri Business Award milli mükafatının 2015-ci ilin yekunları üzrə təqdimat mərasimində sizləri salamlayırıq. Əziz qonaqlarımız, dünyada baş verən geosiyasi prosesləri və dünya iqtisadi böhranının davam etməsini nəzərə alsaq, 2015-ci il region ölkələri üçün o qədər də asan keçmədi. Buna baxmayaraq, Azərbaycan 2015-ci ildə də bütün istiqamətlər üzrə inkişaf dinamikasını saxlaya bilmişdir. Bu uğurun əsasını isə əvvəlki illərdə həyata keçirilən iqtisadi proqramların tam yerinə yetirilməsi təşkil etmişdi. Bu proqramların uğurlu icrası nəticəsində son 12 ildə Azərbaycan iqtisadiyyatına 200 milyard dollar sərmayə qoyulmuş, ölkədə 70 mindən çox müəssisə yaradılmış, sahibkarlara 1,7 milyard manat güzəştli kredit verilmişdir. Qarşımızdakı illərdə iqtisadi infrastrukturun inkişafının, iqtisadi islahatların daha da sürətləndiriləcəyi planlaşdırılır. Bu məqsədlə iqtisadiyyatın qeyri-neft sektorunun prioritet sahələrinə investisiya yatıran və rəqabət qabiliyyətli məhsullar istehsal edən şirkətlərə güzəştlərin tətbiqi nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev regionların 2014-18-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konferansda bəyan etmişdir ki, 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır. Və əziz qonaqlarımız, Azeri Business Award biznes sahəsində milli mükafatı yerli biznesin yeni imicini yaradır. Ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edir. Azeri Business Award milli mükafatının təsisçisi Azərbaycanın aparıcı işgüzar nəşri olan Business Time jurnalıdır. 2015-ci ilin yekunları üzrə Azeri Business Award mükafatının təqdimat mərasiminin baş sponsoru Rahat Supermarketlər şəbəkəsi, sponsor isə Gürcüstanın paytaxtında fəaliyyət göstərən Acara Kazino Tbilisidir. Hər birinizi ürəkdən salamlayırıq, həm təşkilatçıları, həm dəstək olan şirkətləri. Düşünürəm ki, çox gözəl, çox maraqlı, sözün əsl mənasında iş adamlarını motivə edən anlar, məqamlar yaşanacaq. Bütün vacib məqamları, bütün nominasiyaları ardıcıl olaraq sizə təqdim edəcəyik. Amma gecəmizi musiqi tərəfini də unutmaq olmaz. Hesab edirəm ki, biri-birindən gözəl və sevilən ifaçıların ifası bu axşamı daha da yadda qalan edəcək. Əziz dəyərli qonaqlarımız, böyük məmnuniyyət hissi və hər birinizin gürültülü alqışı ilə Azərbaycanın ən güclü səslərindən birini təqdim etmək istərdim. Respublikanın əməkdar artisti Sevda Ələkbərzadə. Bu gecə bütün mükafat alanları təbrik edirəm və böyük məmnuniyyətlə bugün bu bayrama mən də qoşuluram. Yenə mən yalnız tək otaqda sən varkən, tənhayam mən həyatda buz kimi, mən yenə tək yataqda göz yaşım,
Təqdimat mərasiminin baş sponsoru, Rahat Supermarketlər şəbəkəsinin baş direktoru Cəlal Babakişiyev laureatları təbrik etmək üçün səhnəyə dəvət olunur. Və alqışlar səslənir. 2009-cu ilin may ayından etibarən fəaliyyətə başlamış Rahat Marketlər şəbəkəsi bu günədək 28 uğurlu supermarket layihəsinə öz imzasını atmışdır. Marketlərin şəbəkəsi ölkəmizin paytaxtı ilə yanaşı Sumqayıt, Abşeron, Mingəçevir, Bərdə, Ucar kimi regionlarda da əhatə etməkdədir. Şirkətin marketlərində ortalama 20 mindən artıq çeşiddə məhsullar müştərilərə təklif olunur. Şirkət 2016-cı ildən etibarən rahatmarket.az onlayn satış xidməti müştərilərin istifadəsinə verilmişdir. Bu onlayn səhifə vasitəsilə 20 manatdan yuxarı məbləğdə verilən sifarişlərin maksimum 3 saat ərzində pulsuz çatdırılması həyata keçirilir. Rahat marketlərin əsas missiyası əhalinin istənilən təbəqəsində olan alıcılar üçün əlçatan bir marketin zəncirini yaratmaq, ticarətdə milli və insani dəyərlərə önəm verməkdir. Qarşıdakı dövrdə Rahat Marketlər şəbəkəsi Respublikamızın ayrı-ayrı şəhər və rayonlarında da öz fəaliyyətini daha da genişləndirməyə planlaşdırır. Teşekkürler, alkışlarınızla Rahat Supermarketler şebekesinin baş direktörü Cənab Cəlal Babakişiyev, buyurun. Bu möhtəşəm tədbirdə iştirak etmək və sponsorluq etmək təsisçisi olduğum Ayıncı Qrup MMC-nin hər bir əməkdaşı üçün eyni zamanda mənim üçün fəxridir. Bütün iştirakçıları, nominantları salamlayır və səmimi qəlbdən təbrik edirəm. Məlumunuz olsun ki, Ayıncı Qrup şirkəti 2009-cu ilin may ayında fəaliyyətə başlamışdır. Hal-hazırda Rahat Market brendi ilə 28 marketimiz və bir Port Bazar brendi ilə bir qurme mağazamız fəaliyyət göstərir. Biz ticarətdə milli mənəvi dəyərləri ön planda tutaraq insanlara onların sağlamlığın qayğısına qalmaq kimi ümumbəşəri prinsiplər əsasında halal və təmiz məhsullar təklif edirik. Bizim marketlər şəbəkəsinin ən ali missiyası sağlam millət və təminatlı bəşəriyyət konsepsiyasıdır. Biz Azərbaycan iqtisadiyyatının bir parçası olmaqdan qürur hissi duyur və bizim kimi sahibkarlar üçün yaradılan şəraitdə xüsusi siyasi iradə nümayiş etdirən Cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Son zamanlar dünyada baş verən iqtisadi problemlər dünyanın bir parçası olan Azərbaycanda da təsir göstərmişdir. Amma biz sahibkarlar əl-ələ verərək bu çətin günləri arxada qoyacağıq. Xüsusən də bu günlərdə Cənab Prezidentin ətrafında sıx birləşməli və əlimizdən gələn hər bir dəstəyi əsirgəməməliyik. Bir daha hər birinizə uğurlar arzulayır və mükafatçılara gələcək fəaliyyətlərdə müvəffəqiyyətlər arzulayıram. Çox sağ olun. Teşekkürümüzü bildireceğim, minnətdarlığımızı bildirin. Çok sağ olun ki bugün bu güzel tədbirdə bizimlesiniz. Hem şirket olarak hem de özünüz de buradasınız. Minnətdarıq. Çok sağ olun. Siz də çox sağ olun. Devam edeceğiz değerli qonaqlarımız və növbədə istərdim təqdimat mərasiminin sponsoru Acara Kazino Tbilisi Marketing Departamentinin rəhbəri xanım Maka Qorqadzəni səhnəyə dəvət edim. Laureatları təbrik etmək üçün əlbəttə ki. Уважаемые дамы и господа, это мой первый визит в Азербайджан, и я искренне восхищена вашим городом. Для казино Ачара и для меня большая честь не только присутствовать, но и спонсировать такое мероприятие. Я рада, что наша компания вносит свой вклад в развитие грузино-азербайджанских отношений. Казино Ачара, который находится в Тбилиси, самый большой, популярный и известный во всей Грузии. Оно является лидером игорного бизнеса в нашей стране. От имени моей компании и от себя лично приглашаю вас всех в Грузию, где мы с большим удовольствием окажем вам гостеприимство.
А сейчас я хочу передать небольшой подарок организатору, если возможно. Желаю приятно провести вечер. Çok sağ ol. Благодарим вас. Təşəkkürümüzü bildiririk. Maka Gorgatsev. Və əzdərli qonaqlarımız, gecəmiz davam edir. Qarşılayın Suli. Добрый вечер, дамы и господа. Я всех рада сегодня здесь приветствовать. Გამარჯობა, ძალიან მიხარია აქ რომ ხედავ ჩემი მეგობრები საქართველოდან. მამღერებს უძიროზეცა ზამბახის ფერი თუ მილხის ღვერი თუ სევდიანობ მაინც ამღერი მე რა მამღერებს ფოთლების სუნთქვა ყაყაჩოს ფერი ალბათ სიმღერა თუ დამანათლეს ხოდა მეწყერი ჩიტო გლიტო ჩიტო მარგარიტო და ჩიტო გლიტო ჩიტო მარგარიტო და Chito, grito, chito, margarito, da. Chito, grito, chito, margarito, da. Ჩემი სიმღერა მთება მასწავლა ჩიტების ტვენამ ასე მგონია ამ სიმღერებით ავიდგიენა როგორც ამბობენ სიცოცხლის ბოლოს თუ მღერის გედი სიმღერით მოუკლეს ხარავინ ადრო ამაზე მეტი Chito, grito, chito, margarito, da 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 მე რა მამღერებს უძიროზეცა ზამბახის ფერი თუ მილხის ღვერი თუ სევდიანობ მაინც ამღერი მე რა მამღერებს ფოთლების სუნთქვა ყაყაჩოს ფერი ალბათ სიმღერა თუ დავანათლეს ხოდა მეწყერი Chito, grito, chito, margarito, da 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 Спасибо большое. Teşekkürler Suli. Minnettarıq Azərbaycanda da çox sevilen bir gürcü mansıbudur. Herkese çok hoş oldu. Əzdərli qonaqlarımız biz indi hal-hazırda davam edirik. Beləliklə 2015-ci ilin yekunları üzrə Azeri Business Award mükafatının təqdimat mərasimində başlayırıq. Təbii ki qonaqlarımızın gürültülü alqışlarıyla. Və beləliklə birinci nominasiya, düşünürəm ki, həyəcanlı məqamdır, amma bir o qədər də sevindirici andır. Belə ki, ticari-iqtisadi əlaqələrin inkişafa töhfəsinə görə Azeri Business Award milli mükafatının bu nominasiya üzrə laureatı İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Gianpaolo Cutilla elan olunur. ...2014-cü ildə İtaliyanın Azərbaycandakı səfirliyinin konsulluq xidməti Azərbaycan vətəndaşlarına 10 mindən artıq viza təqdim etmişdir ki, bu da 2013-cü ilin göstəricisindən 20% artıqdır. 2010-2014-cü illəri əhatə edən dövr ərzində İtaliyanın Azərbaycana məhsul ixracı 3 dəfədə artaraq 595 min avro səviyyəsinə qalxmışdır.
İtaliyanın Azərbaycandakı səfiri cənab Cutillo hesab edir ki, yola saldığımız 2015-ci ilin 8-ci ay ərzində bu rəqəm 490 milyon avro təşkil etmiş, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41% artım nümayiş etdirilmişdi. Beləliklə, cənab səfir Gianpaolo Cutillonu səhnəyə dəvət edirik. Əzlərli qonaqlarımız. Buyurun, qarşılayın. Təbrik edirik. Bu alqışlar da sizindir. Ladies and gentlemen, Akşamınız xeyir xanımlar və cənablar. it's a big honor for me, and it's a big honor. I consider this prestigious award as an acknowledgement to the work carried out by the Embassy of Italy and its entire staff, and at the same time, Bu a çox very prestijli bir important mükafattır və recognition to the importance of the excellent relations existing between Italy and Azerbaijan. bu çox prestijli mükafat. Hesab edirəm ki, İtaliya səfirliyinin bütün işçi heyətinin zəhmətinə verilən böyük bir qiymətdir və eyni zamanda hesab edirəm ki, İtaliya Respublikası və Azərbaycan Respublikası arasında çox gözəl işgüzar münasibətlərin əlamətidir. Relations between Italy and Azerbaijan have recorded an unprecedented growth in the last couple of years. Son bir neçə ildə İtaliya və Azərbaycan arasında münasibətlər görünməmiş artmışdır. Thanks to the visit to Baku of our Prime Minister in 2013 and to the two visits that President Aliyev paid to Italy both in 2014 and 2015. Və hesab edirəm ki, buna böyük təkan bizim İtaliyan Baş Nazirinin Azərbaycana 2013-cü ildə səfəri və Azərbaycan Respublikasının Prezidentinin möhtərəm cənab İlham Əliyevin 2014-cü və 2015-ci ildə ithal etmiş iki səfəri buna səbəb olmuşdur. Azerbaijan is, since 2013, Italy's first supplier of oil. 2013-cü ildən etibarən Azərbaycan İtaliyanın bir nömrəli neft təchizatçısıdır. And thanks to a manifold growth of our export to Azerbaijan, which can be seen everywhere, the Made in Italy is everywhere in Baku and elsewhere in the country. Now we rank among Azerbaijan's top 5 suppliers. Eyni zamanda İtaliyanın da Azərbaycana ixracatı getdikcə artır. Artıq Made in Italy brendini siz Azərbaycan hər bir yerində görə bilərsiniz və nəticədə İtaliyada Azərbaycanın ən iri 5 ticarət təchizatçısına çevrilmişdir. Ours is a long-term strategic relations and is based, among many other things, on a very important major project, the Southern Gas Corridor, which, thanks to a 3,000 kilometers plus long pipeline, will connect the Caspian to Italy's southern shores by 2020 and from there to the rest of Europe. Əslində bizim münasibətlərimiz strateji xarakter almışdır və bunun əsas səbəbi Cənub qaz dəhlizi layihəsidir ki, Xəzər dənizi regionundan, bölgəsindən, o cümlədən Azərbaycandan qazı 3000 kilometrlik boru kəməri ilə İtaliyanın cənubuna və oradan da Avropanın digər ölkələrinə nəql edəcək. Our relations is above all founded on common values. Italy and Azerbaijan are countries which are very much committed to peace, security, international cooperation, tolerance and dialogue. Eyni zamanda bizim mədəniyyətlərimizin oxşarlığı da bizim münasibətlərin artımında çox böyük rol oynayır. Hər iki mədəniyyətimiz, hər iki xalqımızın əsas fikri sülh, əminamanlıq, mədəniyyətlər arası dialoq, tolerantlıq və açıqlıq əsasında qurulur. We are committed to long-term structural reforms, and this is something that we have committed to do, not because somebody else is asking us to do it, but because we firmly believe that we are doing that for our future generations, for our daughters and sons. Biz hal-hazırda ölkədə uzun müddətli struktur islahatları aparırıq və bunu ona görə edirik.
Ona görə etmirik ki, kimsə bunu bizə kənardan tövsiyə edir. Ona görə edirik ki, biz doğrudan da bunu ölkəmizin, xalqımızın, bizim uşaqlarımızın rifahını təmin edən əsas amil kimi görürük. We are a small country which hardly accounts for 1% of the world population, but despite that, we rank among the world's 10 largest economies. We are the second manufacturing country in Europe. We are contributing to peace and international security, and we try to play our role as a sincere and as a sincere partner and a sincere supporter of dialogue and democracy. İtaliya kiçik ölkədir. İtaliyanın əhalisi, ümumdünya əhalisinin yalnız təqribən 1%-ni təşkil edir. Buna baxmayaraq İtaliya dünyada 10 ən iri iqtisadiyyatlardan biridir. Avropada sənaye istehsalının həcminə görə ikinci ölkədir və eyni zamanda beynəlxalq səhnədə İtaliya sülhün və əminamanlığın bərqərar olmasına öz töhfəsini verir və biz hamı ilə səmimi bir dostluq, tərəfdaşlıq etməyə hazırıq. So from that point of view, as a sincere and affectionate friend of Azerbaijan, a country which has been hosting me and my family for the last 2.5 years, və beləliklə mən Azərbaycanı da İtaliyanın səmimi və yaxşı dostu kimi görürəm. Azərbaycan gözəl bir ölkədir ki, mənə, mənim ailəmə son 2 il yarım ərzində çox gözəl qonaqpərvərlik göstərdi. I sincerely feel to wish this country, Azerbaijan, all success, its best success in its endeavors, in its reforms, because I'm sure you are a country which deserves it, and you will be able to carry on along the vision to fulfill what you have been following since the independence 25 years ago. Və ona görə də səmimi qəlbdən Azərbaycan millətinə, Azərbaycan xalqına, Azərbaycan dövlətinə ən böyük uğurlar arzulayıram. Hesab edirəm ki, Azərbaycan öz müstəqilliyini 25 il öncə bərpa edəndən sonra doğrudan da uğur yoluna qədəm qoymuşdur və artıq bu yolda bir çox uğurlara imza atmışdır və daha bu uğurların daha da artmasına gələcəkdə arzulayıram. Thank you very much. Çok sağ ol. Congratulations Mr. Kutulu. Wish you all the best. Əziz dəyərli qonaqlarımız və növbəti nominasiyaya keçid alırıq. İlin biznes təşəbbüsü və bu nominasiya üzrə Azeri Business Award milli mükafatı iş adamı Anar Əlizadəyə təqdim olunur. Biznesdə ilk addımlarını erkən yaşlarında atmağa başlayan cənab Əlizadə yüksək işgüzar duyumu sayəsində artıq 37 yaşında uğurlu iş adamı kimi nüfuz qazanmağa nail olub. O 10 ildən çoxdur ki, Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan biznesini təmsil edir. Singapurda Union Grand Energy şirkətinin yaradılmasından sonra cənab Əlizadə bütün şirkətləri bu brend altında cəmləşdirərək Azərbaycanda şirkətin nümayəndəliyini qeydiyyatdan keçirdi və beynəlxalq biznes fəaliyyətini rəsmi strukturlara bəyan etmiş oldu. Bunun nəticəsi kimi Union Grand Energy şirkətlər qrupu Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə cəlb olunmağa başladı. Cənab Əlizadənin sərt, lakin ədalətli idarə etmə strategiyası yerli və xarici şirkətlərlə etibarlı tərəfdaşlıq münasibətləri qurmağa imkan verir. Salamlayırıq və təbrik edirik. Hörmətli tədbir iştirakçıları, sizi salamlayıram. Anar Əlizadənin adından onu bu mükafata layiq gördüyünüz üçün təşkilatçılara təşəkkür edirəm. Eyni zamanda digər nominasiyalarda qalib olmuş şəxsləri, şirkətləri təbrik edirəm. Onlara gələcəkdə müvəffəqiyyətlər, uğurlar arzu edirəm. Və bu möhtəşəm tədbiri təşkil elədikləri üçün Business Time jurnalının redaksiyasına, eyni zamanda baş sponsorlara minnətdarlığımı bildirirəm və onlara da uğurlar arzulayıram. Çox sağ olun. Təşəkkürümüzü bildirin, minnətdarıq, təbriklər. Əzizlərli qonaqlarımız, keçid alırıq növbəti nominasiyaya. İlin Otel Meneceri. 2015-ci ilin yekunları üzrə mükafatın laureatı Excelsior Hotel and Spa Baku otelinin baş meneceri cənab Turxan Poyraz elan olunur. Alqışlarınızla. Excelsior Hotel and Spa Baku Oteli
2015-ci ildə yaranmasının ilk 10 illiyini qeyd etdi. Azərbaycanın Deluxe 5 ulduzlu otelləri segmentində mühüm yer tutan otel özünün fəaliyyət sferasında çox önəmli bir yer sahibidir. 2013-cü ildən Excelsior Hotel and Spa Baku otelinin idarəçiliyini həyata keçirən cənab Turhan Poyraz, otelin yüksək peşəkarlıqla idarəçiliyi ilə yanaşı, onun biznes baxımından gəlirli, rentabelli olmasını da uğurlu təmin etməkdədir. 2015-ci ildə Azərbaycanın turizm sektorunda imic və mövqeyi daha da möhkəmlənmiş, Excelsior Hotel and Spa Baku otelinin menecmenti bundan sonra da müştəri məmnunluğunun təmin edilməsi üçün ciddi layihələr həyata keçirməkdədir. Akşamınız hayır olsun. Öncelikle bu mükafatı bana layık gören Business Times jurnalına ve onun kolegyasına çok teşekkür ediyorum. Bu ödülü ben de Cenab Nazır gibi sadece öz adımdan değil, bütün kolegyam adından kabul ediyorum. Aynı zamanda böyle bir investisyayı bana emanet eden Ata Holding şirketine de buradan çok teşekkür ediyorum. Təşəkkürümüzü bildirdik Turhan bəy. Minnətdarıq. Çox sağ olun. Əzizli qonaqlarımız, gecəmiz davam edir və mən özümə borc bilirəm ki, bir daha bu məqamları vurğulayım. Azəri Business Award milli mükafatının təsisçisi Azərbaycanın aparıcı işgüzar nəşri olan Business Time jurnalıdır. 2015-ci ilin yekunları üzrə Azəri Business Award mükafatının təqdimat mərasiminin baş sponsoru Rahat Supermarketlər şəbəkəsi. Sponsoru isə Gürcüstanın paytaxtında fəaliyyət göstərən Acara Casino Tbilisidir. Əzizli qonaqlarımız, gecəmiz başlayan andan artıq hiss etdiniz ki, sənətçilərimiz, yəni bu tədbirin musiqi payı sözün əsl mənasında rəngarəngdir. Müxtəlif janrlara və müxtəlif dillərə toxunuruq. Hal-hazırda isə Azərbaycan musiqisində şanson janrında oxuyan istedadlı bir insanı səhnəyə çağıracağım. Alqışlarınızla sənətçimiz Ceyhun Bakinski. Остывает от дневных забот, с тишиной играет пара грустных нот. Ты не замечаешь, я твой взгляд ловлю. Ты еще не знаешь, что я тебя люблю. Тебе о любви слова, тебе в море острова, тебе все, что на небе, тебе, тебе. За стеклом мерцает полнолуние брошь, лужи собирает торопливый дождь. Полночь утверждает равенство нулю, и пусть никто не знает, что я тебя люблю. Тебе о любви слова, тебе в море острова, тебе все, что на небе, тебе, тебе.
Çok sağ olun. Spasibo. Və növbəti nominasiyaya gəldik, çatdıq. İlin Holdingi. Cahan Holding bu nominasiya üzrə mükafatın laureatı elan olunur. Və Azeri Business Award milli mükafatını almaq üçün səhnəyə Cahan Holdingin Bakı departamentinin rəhbəri Ülvi Allahyarov cənablarını dəvət edirik. Təbrik edirik Cahan Holding. Axşamınız xeyir, xanımlar və cənablar. İcazə verin Business Time jurnalının əməkdaşlarına Cahan Holding ailəsi adından 20 məhsuldar il ərzində əldə etdiyimiz uğurların simvol olaraq təqdim etdiyiniz bu mükafata görə sizə öz minnətdarlığımı bildirim. Təməli 1995-ci ildə şirkətimizin təsisçisi Vüqar Abbasov tərəfindən qoyulmuş Cahan Holding 20 ildir ki, Azərbaycanda bir sıra biznes sahələrində fəaliyyət göstərir. Bunlardan avtomobil biznesini, çay və tütün məmulatlarının istehsalını, tikinti materiallarının istehsalını, istilik sistemlərinin istehsalını, turizm və tikinti sahəsində otel biznesini, bunları sadalamaqla yanaşı qeyd etmək istərdim ki, Cahan Holding həm də Azərbaycanda bir çox məşhur dünya brendlərinin rəsmi nümayəndəsidir. Bu şirkətlərdən General Motors, Wyndham Hotel Group, Red Bull, Tranquilini, La Casa del Habano və bir çoxlarını sadalaya bilərəm. Cahan Holding necə ki bu 20 il ərzində fəaliyyət göstərib, bundan sonra da həm xalqımız üçün dürüstlük prinsiplərini əldə tutaraq, bundan sonra da həm Azərbaycanda yüksək keyfiyyətli məhsulların istehsalı və yüksək xidmətlərin göstərilməsi ilə yanaşı, həm də bütün dünyada ən hörmətli, ən etibarlı qurumlardan birinə çevrilməyi önümüzə hədəf qoymuşuq. İcazə verin, bugün bütün burada iştirak edən və Azeri Business Award mükafatına layiq görülən bütün qonaqları şirkətimiz adından təbrik edin. Təşəkkür ederim. Təşəkkürümüzü bildiririk, minnətdarıq. Bir daha təbriklərimizi qəbul edin. Dəyərli qonaqlarımız, iş adamları üçün, biznesmenlər üçün hər zaman xətlərin işləməsi, daim ünsiyyətdə ola bilmək çox vacibdir. Bu baxımdan növbəti nominasiyada hər kəs üçün maraqlı ola bilər. Beləliklə, ən yaxşı şəbəkə nominasiyasında bu nominasiya üzrə Azeri Business Award milli mükafatı Baksel şirkətinə təqdim olunur. Azərbaycanın ilk mobil operatoru olaraq ən son yenilikləri ölkəyə hamıdan əvvəl gətirməyi özümüzə borc bilirik. Artıq 20 ildir borcumuzu layiqincə yerinə yetirməklə
ölkə boyu bütün abunəçilərimizin tələbatına cavab veririk. İnsanların etimadını doğrultmaq üçün biz bütün öhdəliklərimizi layiqincə yerinə yetiririk. Abunəçilərimiz yüksək keyfiyyətli rabitənin nə olduğunu yaxşı bilirlər. Çünki biz həmişə yüksək nəticəyə çatmağı hədəfləyirik. Biz sadəcə 3 baza stansiyası ilə başlamışdıq. Bugün 5300-dən artıq baza stansiyası ilə abunəçilərimizə daha da yaxınıq. Azərbaycanın ən ucqar güşələrinə çatmışıq. Biz nəinki Azərbaycanda, hətta ölkə xaricində belə seçilirik. Çünki sərfəli təkliflər və innovativ texnologiya sayəsində roaming xidmətimiz dünya səviyyəli nümunələrdən geri qalmır. Bugün Baksel'in abunəçi bazası 3 milyondan artıqdır. Baksel həmişə əlindən gələni edəcək ki, ən yaxşı xidmətlə insanların etimadını doğrultsun və onların gündəlik həyatına rahatlıq gətirsin. Baksel'lə daha yaxın olun. Və ən yaxşı şəbəkə, my favorite team, Baksel və Mr. Richard Shearer. Təbrik edirik və əlbəttə ki, bu alqışlar sizindir. Good evening and thank you very much for this wonderful award. Axşamınız xeyir. Bu gözəl mükafata görə sizə təşəkkürümü bildirirəm. You'll be glad to hear my speech is going to be shorter than the video. Yəqin sevinəcəksiniz ki, mənim nitqim videodan daha qısa olacaq. So, Baksel feels very pleased and proud to receive this award this evening. Baksel bu mükafatı bu axşam çox böyük fəxrlə və şərəflə qəbul edir. It's a great recognition of all the effort and investment that we've put in over the last 20 years of business in Azerbaijan. Azərbaycanda son 20 ildə gördüyümüz çox geniş biznes fəaliyyətin tanınması kimi biz qiymətləndiririk bu mükafatı. And this is indeed our 20th anniversary of operations here in Azerbaijan. Bu eyni zamanda bizim Azərbaycanda fəaliyyətimizin 20 il dönümü ilə üst-üstə düşdüyünə görə daha da bizim üçün önəmlidir. So those of you who are our customers, we thank you very much. Bizim müştərilərimizə mən hamısına çox sağ ol deyirəm. And those of you who are not our customers, you don't know what you're missing. Və bizim müştərilərimiz olmayanlara üzümü tutub deyirəm ki, Baksel'ə gəlin və doğrudan da bu xidmətlərdən yararlanın. And we look forward to welcoming you to the best network in Azerbaijan very soon. Thank you. Və istərdik bu yaxınlarda sizi Azərbaycanın ən yaxşı şəbəkəsində salamlayaq, yeni müştərilərimiz kimi. Çox sağ olun. Təbrik edirik. Excuse me, Mr. Shearer, please stay on the stage because we got one more special nomination for you. Əzizlərli qonaqlarımız və hal-hazırda istərdik ki, xüsusi özəl bir nominasiya üçün biz bura Rahat Supermarketlər şəbəkəsinin baş direktoru cənab Cəlal Babakişiyevi dəvət edim və Cəlal müəllim Baksel şirkətinin rəhbərinə həmin özəl nominasiyanı təqdim etsin. Həm özü elan etsin, həm də təqdim etsin. Buyurun. Xatirə fotoları çəkilir. Çox özəl bir nominasiya, çox özəl bir avar. Çox sağ olun və bu alqışlar sizindir. Thank you very much. Congratulations. Növbədə Azərbaycanın regionlarında sığorta təhsilinin təşkilinə və inkişafına töhfəyə görə Azəri Business Award milli mükafatının 2015-ci ilin yekunları üzrə bu nominasiyada qalib Aksa Embaz şirkəti elan olunubdur. Aksa Embaz sığorta şirkəti 2010-cu ildən etibarən sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişaf planını həyata keçirməkdədir. Bu layihə çərçivəsində qısa müddət ərzində Azərbaycanın bütün regionlarında 80-ə yaxın sığorta polislərinin satış məntəqəsi açılıb. Şirkət, vətəndaşların sığorta mədəniyyətinin səviyyəsini artırmaq, onları maarifləndirmək, sığortanın ictimai faydalılıq əmsalını artırmaq məqsədi ilə həm Bakıda, həm də regionlarda mütəmadi olaraq sosial layihələri həyata keçirir. Şirkətin 2016-cı il üçün planlarında sığorta agentliklərinin sayının 100-ə çatdırılması kimi mühüm vəzifə nəzərdə tutulub. Bu gürültülü alqışlar Aksa Embaz üçün. Lana xanım, ürəkdən salamlayırıq sizi. Hörmətli təşkilatçılar,
bizim şirkəti seçdiyiniz üçün sizə səmimi qəlbdən təşəkkür edirik. Sığortaçı olaraq bizim məqsədimiz və işimiz müştərilərin özlərini rahat hiss etməkləri yönümündə risklərin idarə olunması təmin etməkdir. Aksenbaz komandası və agentləri daima öz müştərilərini dəstəkləyir və həmişə onların yanındadır. Əməkdaşların inkişafının davamı üçün sizi məmnuniyyətlə öz müştərilərinizin sırasında görməyə şad olarıq. Əzlərli qonaqlarımız davam edək. Azəri Business Award mükafatının təqdimat mərasiminin baş sponsoru Rahat Supermarketlər şəbəkəsi. Sponsoru isə Acara Kazino Tbilisidir. Dəyərli qonaqlar, söz musiqinindir. Hal-hazırda səhnəyə çox sevilən ifaçı, Azərbaycanın əməkdar artisti, Dağıstanın xalq artisti və sadəcə olaraq bütün dünya Azərbaycanlılarının əzbər bildiyi mahnılarının müəllifi və ifaçısı. Qarşılayın Ədalət Şükürov. Растворяюсь я, как сахар в горячем стакане. Я с тобою на крыльях летаю и стараюсь не думать о том, что дальше. Задыхаюсь от любви я своей, задыхаюсь. Может быть, первый раз ощущая бесконечное светлое счастье. Посмотри, какая красивая наша любовь, летящая к пропасти, тянет нас неведомой силою от земли за край невесомости. Посмотри, какая красивая наша любовь, летящая к пропасти, тянет нас неведомой силою от земли за край невесомости. За край невесомости. Siempre llega y revuelve todos mis sentidos. Yo con ella me siento invencible y sin ella me siente como perdido. Ella fuerte en mi cuerpo desaltar tormentas y después volver a ser calmar a su esencia. Посмотри, какая красивая наша любовь, летящая к пропасти, тянет нас неведомой силою от земли за край невесомости. Посмотри, какая красивая наша любовь, летящая к пропасти, тянет нас неведомой силою от земли за край невесомости. Красивая наша любовь, летящая к пропасти, тянет нас неведомой силою от земли за край невесомости. Посмотри, какая красивая наша любовь, летящая к пропасти, тянет нас неведомой силою от земли за край невесомости. Посмотри. Respublikanın əməkdar artistinin ifasından sonra vurğulamaq istərdim ki, bugün bura təşrif buyuran hər bir əməkdaş, hər bir qonaq
hədiyyəsiz ayrılmayacaq. Hədiyyələrimiz isə Cahan Holding, Acara Kazino Tbilisi Gürcüstan, Dad Catering, Gəncə Şarab 2 şirkətləridir. Təqdimat mərasiminin baş sponsorları isə Rahat Supermarketlər şəbəkəsidir. Sponsor isə Acara Tbilisi Gürcüstandır. Və bu alqışlarla da növbəti nominasiyaya keçid alırıq. Belə ki, ilin gənclərlə bağlı biznes təşəbbüsünə çatdıq. Mükafat bu nominasiyaya görə Baku Business Factory şirkətinə təqdim olunur. Baku Business Factory sosial missiyalı biznes inkubasiya mərkəzidir. 2015-ci ilin may ayından təsis edilən təşkilatın əsas məqsədi biznes yönümlü ideyaları olan gənclərin biznes təfəkkürlərinin inkişaf etdirilməsi və onlar üçün maddi texniki bazanı təmin etməklə ölkəmizdə yeni biznes vərdişlərinin formalaşdırılmasına dəstək verməkdir. Baku Business Factory fəaliyyətini 2 struktur bölməsi çərçivəsində həyata keçirir. Startup laboratoriyası və coworking mərkəzi. Mərkəzə bugünədək ümumilikdə 352 müraciət daxil olub ki, onlardan 14-ü fərqli biznes layihəsi olmaqla 32 nəfər artıq Baku Business Factory-nin xidmətlərindən yararlanır. Bir daha təbrik edirik. Baku Business Factory və şirkətin direktoru cənab Əlövsət Müslümovu səhnəyə dəvət edirik. Hörmətli xanımlar və cənablar, axşamınız xeyir, hamınızı salamlayıram. Gənclər cəmiyyətimizin yaradıcı qüvvələri, ölkəmizin və dünyanın gələcəyidir. Bu gənclərin yaradıcı iqtisadi fəaliyyətə cəlb edilməsi məqsədi ilə qurulan Baku Business Factory tamamən özəl sektor təşəbbüsüdür. Qurucumuz Anar Əlizadə tərəfindən ideyası olan hər hansı bir Azərbaycanlı gəncə uğur qazanmaq üçün bir fürsət vermək yetər fikri əsasında qurulmuşdur. Hər hansı bir mənfəət və ya qarşılıq görmədən indiyə qədər onlarca layihəni maliyyələşdirmişdir və biz Baku Business Factory olaraq göstərilən etimada görə Business Time redaksiyasına və tədbir iştirakçılarına təşəkkür edirik. Minnətdarıq, təbrik edirik. Çox sağ olun və keçid alırıq növbəti nominasiyamıza. İlin Catering şirkəti. Beləliklə, bu nominasiya üzrə Azeri Business Award milli mükafatı 2015-ci ilin yekunları üzrə Dad Catering şirkətinə təqdim olunur. Dad Catering and Support Services Azərbaycanın catering xidmətləri sayəsində aparıcı şirkətlərdəndir. Hələ gənc olmasına baxmayaraq, şirkət öz sektorunda yetərincə tanınır. Dad Catering istehsalat müəssisələrinə və iş mərkəzlərinə yüksək keyfiyyətli catering xidməti təqdim edir. Bundan əlavə, şirkət banketlərin, furşetlərin, korporativ bayram tədbirlərinin keçirilməsi sayəsində xidmətlərini təklif edir. Beynəlxalq sağlamlıq standartlarını əldə rəhbər tutan şirkətin menecmenti yeməklərin hazırlanması prosesində keyfiyyət və gigiyenik normaların gözlənilməsi üzərində ciddi nəzarəti həyata keçirir. Öz sahələrində peşəkarlardan formalaşmış şirkət kollektivinin göstərdiyi keyfiyyətli xidmət müştərilərin məmnunluğunu təmin edən əsas amillərdəndir. Və səhnəyə Dad Catering şirkətinin direktoru cənab Rəşad Bağırovu dəvət edirik. Qonaqlarımızın alqışı ilə. Axşamınız xeyir olsun. Hər kəsi başda Business Time jurnalı olmaqla təşəkkür edirəm və iştirakçılara yeni uğurlar arzu edirəm. Növbəti nominasiyaya keçid almaq istərdim. Əziz qonaqlar, ilin audit şirkətindəyik. Beləliklə, Azeri Business Award milli mükafatının bu nominasiya üzrə laureatı Caspian Audit şirkəti elan olunur.
Kaspian Audit Azərbaycanda 20 ildir ki çalışan aparıcı konsalting şirkətidir. Yüksək peşəkarlardan ibarət müxtəlif sahələrdə ixtisaslaşmış ekspertlər kollektivi sayəsində şirkət maliyyə auditi, vergi və miqrasiya qanunvericiliyi üzrə ən çətin məsələləri həll etməyə nail olur. Bugün Kaspian Audit 200-dən çox müştəriyə xidmət edir. Biz Kaspian Audit şirkəti ilə 15 ilə yaxındakı əməkdaşlıq edirik və bütün bu zaman ərzində onlardan yüksək keyfiyyətli xidmət görmüşük. Həmçinin biz bu şirkətin öz müştərilərinə göstərdiyi xidmətlərin bütövlüyünə və onların peşəkarlar tərəfindən təqdim olunmasına əminik. Kaspian Audit ilə 2009-cu ildən etibarən əməkdaşlıq edirik və göstərdikləri xidmətlərdən çox məmnunuq. Biz bu şirkətin iş üslubu və xidmət səviyyəsini yüksək və çox etibarlı kimi dəyərləndiririk. Biz sizin maraqlarınızın keşiyində dayanaraq biznesinizi uğura doğru aparın. Şirkətin direktoru cənab Əlibaba Məhərrəmzadəni səhnəyə dəvət edirik. İlin audit şirkəti Kaspian Audit. Təşəkkür edirəm. Mən ilk öncə öz müştərilərimizə minnətdarlığımı bildirirəm. Burada oturan şirkətlərin əksəriyyəti bizim müştərilərdir. Siz olmasaydınız, təbii ki, bu nominasiyada olmazdı. Biz sizin arxanızdayıq, biz hər bir zaman sizinləyik. Bir də biz öz şüarımızı təkrarlayıram. Kaspian Audit qaliblərin seçimidir. Təşəkkür edirəm. Minnətdarıq. Çox sağ olun. Təbrik edirik. Və əzdərli qonaqlarımız növbəti nominasiyaya keçid alırıq. Belə ki, yüksək keyfiyyət və müştəri məmnunluğu nominasiyasında mükafata Azpetrol şirkəti layiq görülür. Azpetrol şirkəti yanacaq doldurma və qaz doldurma məntəqələri şəbəkəsi vasitəsilə yanacağın pərakəndə və topdan satışını həyata keçirir. Hazırda şirkətin 76 yanacaq doldurma və 5 qaz doldurma məntəqəsi fəaliyyət göstərir. Şirkətin işçilərinin ümumi sayı 3000 nəfərdən çoxdur. Şirkətin gələcək planlarına paytaxtımızda və bölgələrdə yeni yanacaq doldurma məntəqələrini istifadəyə verməklə yanacaq doldurma məntəqələri şəbəkəsini genişləndirmək daxildir. 2014-cü ildə Şamaxıda, 2015-ci ildə Mingəçevirdə yeni və müasir yanacaq doldurma məntəqələri müştərilərin istifadəsinə veriləcək. Və mükafatı qəbul etmək üçün şirkətin İctimaiyyətlə Əlaqədar Departamentinin rəhbəri Nurlana Muradovanı səhnəyə dəvət edirik. Təbriklər! Azpetrol! Hörmətli xanımlar və cənablar, ilk növbədə istərdim bütün nominantları təbrik edim. Əldə etdikləri bu mükafat münasibəti ilə sizə işlərinizdə uğurlar. Çox sağ olun. Minnətdarıq. Çox sağ olun Nurlana xanım. Hər bir işi gözəl etmək lazımdır. Amma iş var ki, o gözəlliyin təqdimatından, onun istehsalatından, bir sözlə gözəlliyin özündən ibarətdir. Model biznesinin inkişafına, töhfəsinə görə nominasiyasına çatdıq. Bu nominasiyada Azeri Business Award milli mükafatı Fashion Model School agentliyinə təqdim olunur. Təbrik edirik ürəkdən. ...2005-ci ildə yaradılmış və model biznesinin bütün istiqamətləri üzrə fəaliyyət göstərən FMS Models Azərbaycanın aparıcı model agentliyidir. Agentliyin və model məktəbinin peşəkar fəaliyyət sayəsində modellərin məlumat bazasını mütəmadi olaraq yeniləyir. FMS Models hər zaman ciddi sifarişçi və partnyorlarla əməkdaşlığa hazırdır. Ötən il 10 yaşını qeyd edən agentlik fəaliyyəti ərzində Best Model of Azerbaijan, Miss Azərbaycan kimi iri layihələri həyata keçirir. 2014-cü ildən etibarən FMS Models agentliyi həm yerli, həm də xarici dizaynerlərin iştirakı ilə Baku Fashion Nights adlı fashion layihə həyata keçirilməyə başlayır. Beləliklə, model biznesinin inkişafına töhfəsinə görə FMS Models agentliyi təltif olunur və model agentliyinin prezidenti xanım Lyubov Gutrovanı səhnəyə dəvət edirik. FMS Models! В прошлом году, 2015 году, FMS Models исполнилось 10 лет. За нашими плечами
Очень большая работа была проделана. Большое спасибо, что наши труды не остались незамеченными. Спасибо. Мы не могли оставить вас без подарка, нашего профессионального подарка. Сейчас вы увидите показ мод азербайджанского дизайнера, который также присутствует в зале. Это Гюнай Гулиева. Попрошу поаплодировать. Değerli tamaşaçılarımız, modelier Günay Guliyeva'nın kolleksiyasını FMS Models təqdim edir. The light is fading now. My soul is running on the path that I cannot reach. My brain is turning and my head is hurting. Every day a little bit more. The light is fading now. My force is being sucked around the bloody leech. My fear is smiling and my dread is singing. Every night a little bit more. I cannot see anything. I am blindfolded. I can hear the birds. I can see them fly. I can see the sky. Nominasiyalardan öncə isə mən istərdim bir daha bildirim ki, bura təşrif buyuran hər bir qonaq üçün özəl hədiyyələr təqdim olunub. Və bu hədiyyələr üçün Cahan Holding, Acara Kazino Tbilisi, Gürcüstan, Dad Catering, Gəncə Şərab 2 şirkətlərinə təşəkkür edirik. Həmçinin tədbirin təşkilinə göstərdikləri dəstək üçün tərəfdar şirkətlərə Gəncə Şərab 2, Red Bulla tədbirin təşkilat komitəsinin minnətdarlığını çatdırırıq. Xatırladıram ki, təqdimat mərasiminin baş sponsoru Rahat Supermarketlər şəbəkəsidir. Sponsorumuz isə Acara Tbilisi, Gürcüstandır. Azeri Business Award milli mükafatının təsisçisi isə Business Time jurnalıdır. Bir daha təşəkkürümüzü bildiririk Business Time kollektivi üçün. Nominasiyaya gəlincə isə texnologiyalar liderinə çatdıq. Bu nominasiya üzrə Azeri Business Award milli mükafatını KTV1 şirkətinə təqdim edirik. Bir daha minnətdarlığımızı bildiririk KTV1 şirkətinə. Mükafatı qəbul etmək üçün şirkətin müştəri xidmət departamentinin rəhbəri cənab Pərviz Qədimovu səhnəyə dəvət edirik. Hörmətli xanımlar və cənablar, axşamınız xeyir, hamınızı salamlayıram. İlk öncə əlbəttə ki, təşkilatçılara bizim şirkət tərəfindən öz təşəkkürümüzü bildirib bizə yüksək qiymət verdiyiniz üçün. İstərdim ki, 2015-ci il xırda sizə məlumat verim. 2015-ci ildə bizim şirkətimiz bir çox yeni texnologiyalara tətbiqinə başlamışdır və bununla da bərabər öncəki illərdə təqdim elədiyimiz xidmətlərin keyfiyyətini əlbəttə ki, yüksəltməyə çalışırıq. Bununla bağlı 2015-ci ildə bizim yeni layihələrimizdən biri KTV1 Smart
My Video proyektini yəqin ki tanıyırsınız. Onun platformasının üzərində KTV bir Smart layihəsini təqdim edirik. Artıq bu ildən istifadəçilərin də sayı artır və məmnunluq əlbəttə ki biz eşidirik ki çox yaxşıdır. Biz bu xidmətdə KTV1 artıq hər yerdə diviziya ilə çıxış edirik və çalışırıq ki bütün bizim şəbəkəmiz kənarında qalan abunəçilər, müştərilər də abunəçi olaraq TV kanallarını izləsinlər. Bununla da əlavə olaraq TV kanallarını 10 gün arxivasiyası var, mövcuddur. Yəni 10 gün arxaya çevirməklə TV kanalları izləmək mümkündür. Bundan əlavə 10.000 kino və seriallardan ibarət olan ayrıca platformamız da var. İzləyicilər bu filmləri izləyə bilərlər. Sosial şəbəkələrdə mümkündür. Adi halda demək istərdim ki, adi televizorları artıq bizim qurğumuz vasitəsilə, KTV1 Smart vasitəsilə Smart televizora çevirmək mümkündür. Bizim xidmətimiz kabel televiziyasına əlavə yüksək sürətli internet xidmətini də təqdim edirik. Bizim şəbəkəmiz hal-hazırda genişləndiririk və artıq yüksək sürətli fibr optik kanalın üzərindən internet xidmətini təqdim etmişik. Bundan əlavə də başqa bir proyektlər, yeniliklər də var. Yaxın gələcəkdə də siz bunları eşidəcəksiniz. Elə bu nöqtədə də bunu tamamlamaq istəyirəm. İştirakçılara hamıya uğurlar arzulayıram. Daha da yüksək nailiyyətlər. Təşəkkürlər, amma biz nöqtə etmirik. Fəaliyyətiniz çox zəngindir. Bütün xidmətləriniz üçün həm qonaqlarımız adından, həm də şəxsən öz adından təşəkkürümü bildirirəm. KTV, minnətdarı təbrik edirik. Dəyərli qonaqlarımız keçid alırıq növbəti nominasiyaya. Aha, çox önəmli bir məqamdır. Bəlkə bir yerdə Happy Birthday oxuduq. Yüksək keyfiyyət standartları, boya istehsalı, mükafatın təşkilat komitəsi tərəfindən Fab Boya şirkəti bu nominasiyanın qalibi elan olunur. Fab Boyanı təbrik edirik. Fab Boya keyfiyyətli məhsul istehsalı, müasir keyfiyyəti nəzarət laboratoriyaları, mükəmməl idarə etmə sistemi baxımından Azərbaycanın aparıcı şirkətləri sırasında yer alır. Fab Boya və kimya sənayesi MMC-yə daxildir. Su əsaslı boya, sintetik boya, polimerlər, Hilfan plastik məhsulları, Fab Kim, Kafer mütləq yapışdırıcıları, Fab Akademiyası. 2015-ci ildə Fab Boya və kimya sənayesi şirkətində yeni istehsalı sahələri fəaliyyətə başlamış, Fab Akademiyası 2-ci korpusu və bu korpusun nəzdində plastik məhsulların keyfiyyətinə nəzarət laboratoriyası istifadəyə verilmişdi. Respublikanın ictimai həyatında fəaliyyət mövqeyi ilə seçilən şirkət vaxtaşırı olaraq ali və orta tədris ocaqlarında təhsil alan gənclər üçün tanıtım seminar proqramları, inşaat sektorunun müxtəlif sahələrində ixtisaslaşmış ustalar üçün tədris seminar proqramları təşkil edir. Beləliklə, əzdərli qonaqlarımız şirkətin satış departamentinin direktoru cənab Fuad Əlişov mükafatı qəbul etmək üçün səhnəyə dəvət olunur. Fuad müəllim, ürəkdən təbrik edirik. Həm sizi, həm də Fab Boya şirkətini, yanılmıramsa bu il 15 yaşınız tamam olur. Ürəkdən təbrik edirik və daha neçə illərə bərabər bütün dünyanı gözəlləşdirərək, boyayaraq yaşayasınız. Buyurun. Axşamınız xeyir olsun, xanımlar və cənablar, məclis iştirakçıları. Mən ilk öncə Business Time jurnalının əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Fab Boya şirkətlər qrubu olaraq 15 illik fəaliyyətimiz dönəmində özümüz qarşımıza qoyduğumuz məqsədlər olaraq yüksək keyfiyyət, bol çeşid və eyni zamanda yeni istehsal sahələri açmaqla və bu məqsədlərə çatmaq üçün maksimum dərəcədə nail olmağa çalışmışıq. O cümlədən çiçəklənən Azərbaycan iqtisadiyyatında azacıq da olsa öz yerimiz olduğundan dolayı qürur hissi keçiririk. Mən sizləri bir daha təbrik edirəm. Sağ olun. Biz də sizi təbrik edirik. Təşəkkürümüzü bildiririk. Çox sağ olun, əziz dəyərli qonaqlarımız. Davam edirik növbəti nominasiya. Növbəti nominasiya belə adlanır. İlin debutu. Caspian Business Club. Bu nominasiyada Azeri Business Award milli mükafatının qalibi elan edilir.
Caspian Business Club regionda və Xəzəryanı ölkələr arasında ilk və yeganə klassik tipli özəl qapalı klubdur. Caspian Business Club bütün dünyadan olan şirkətləri, təşkilatları və fiziki şəxsləri Avropa ilə Asiya arasında qədimdən ticarətin keçişdiyi yer olan bir ölkədə, Azərbaycanda birləşdirən biznes cəmiyyətdir. Caspian Business Club klassik tipli özəl qapalı klubdur və klubun əsas məqsədləri Azərbaycanın və onun iş adamlarının xarici ticarəti, sosial, milli mədəni və digər maraqlarını irəli çəkməkdir. Dünyanın müxtəlif güşələrindən olan şirkətlər arasında elmi texnoloji və ticarət əlaqələrinin inkişafının təşviqi, həmçinin bu əlaqələrin birgə müasir sənaye, maliyyə və ticarət infrastrukturunun formalaşdırılmasıdır. Klubun əsas fəaliyyət və məqsədləri yerli və xarici müəssisələrin yeni biznes əlaqələrinin qurulmasına müstəsna rol oynamaq, effektiv kommunikasiya sisteminin, klub üzvləri arasında onların birgə əməkdaşlığı və birgə dəstəyin olması üçün əlaqələrin yaradılması, tematik seminarlar, treyning, qapalı tədbirlər, sərgilər, işgüzar görüşlərin və s. kimi müxtəlif formatlı mərasimlərinin təşkilindən ibarətdir. Həmçinin Caspian Business Club müxtəlif ölkə və şəhərlərdə tədbirlər təşkil edir. İqtisadiyyatın müxtəlif sahələrini və ayrı-ayrı müəssisələrin perspektiv və imkanlarının araşdırılmasını təşkil edən məlumat strukturu yaradır. Ması və öyrənilməsi kütləvi informasiya vasitələri ilə işin təşkilindən ibarətdir. Klub üzvlərinə özünün məlumat bazasında yeni üzv haqqında məlumat daxil edilir. Bu məlumat bazası hazırda Azərbaycan, Gürcüstan, Rusiya, Koreya, Belarus, Türkiyə, Qazaxıstan, Almaniya, İran, Çin və digər ölkələrdən olan 300-dən artıq şirkəti özündə birləşdirir. Buna məqsəd bu şirkətlərin fəaliyyətinin və istehsal etdikləri məhsulları tanıtmaqdır. Beləliklə mükafatı qəbul etmək üçün səhnəyə dəvət olunur klubun prezidenti cənab Ramiz Vəliyev. Добрый вечер, дамы и господа. Приветствую всех вас на этом мероприятии. Я от имени клуба и от своего имени лично приветствую наших гостей из Грузии. И мы встречались в фойе до этого. Я официально приглашаю вас посетить наш бизнес-клуб. В ролике было сказано о нашем бизнес-клубе, но более детальную информацию мы бы хотели предоставить вам в клубе в нашем. Также всех здесь присутствующих приглашаю посетить наш клуб, поближе познакомиться и узнать, какие возможности бизнес-клуб может дать для дальнейшего развития бизнеса в целом. На данный момент наш клуб объединяет свыше 300 компаний со всех стран мира. Будем рады сотрудничеству. Спасибо большое. Təşəkkürümüzü bildirirəm, minnətdarıq. Çox sağ olun. Dəyərli qonaqlar, gecəmizi davam edirik. Gecə boyunca dəfələrlə müəyyən fikirlər söylənildi. Azərbaycan iqtisadiyyatını daha da böyük yüksəlişlərə və inkişafa aparmağın yollarından danışıldı və əlbəttə ki, bu işdə müstəsna rolu bura toplanan şirkətlər də həmçinin oynayır. Hesab edirəm ki, inşallah gələn ilin bu vaxtı növbəti toplantımızda şirkətlər də çoxalsın, nominasiyalar da çoxalsın və ən əsası Azərbaycan iqtisadiyyatı adına uğurlarımız da çoxalsın. Bu işdə isə regionda investisiyanın cəlb olunması çox önəmli bir bənddir. Belədirsə, son nominasiyamız regionun investisiya cəlbediciliyinin təbliğinə, töhfəsinə görə Media Alliance Gürcüstan bu nominasiyada Azeri Business Award mükafatının laureatı olaraq elan olunur. Media Alliance şirkəti Gürcüstanın media sektoruna 6 il əvvəl qədəm qoyub. Şirkət rus və ingilis dillərində nəşr edilən Business Time Georgia aylıq işgüzar jurnalının naşiridir. Media Alliance həmçinin ingilis, rus və türk dillərində Photogid Georgia və turizm sektoru üçün digər çap məhsullarının istehsalatçısıdır. Şirkətin tərkibinə daxil olan Business Time, İqtisadi Analitik İnformasiya Agentliyi başlıca olaraq Gürcüstanda və regionda baş verən iqtisadi və investisiya proseslərini işıqlandırır. Xarici sərmayəçilərə regionun yatırım imkanları haqqında operativ və obyektiv məlumatların təqdim etməklə xarici yatırımların artırılmasında fəal iştirak etməkdir. Və beləliklə Media Alliance şirkətinin direktoru cənab Levan Çitanavanı mükafat almaq üçün səhnəyə dəvət edirik. Мы приглашаем директора компании Media Alliance Levan Çitanava. Дамар Джобан.
Добрый вечер. Огромное спасибо за эту номинацию, огромное спасибо за этот приз. И хочу отдельно поблагодарить издателя журнала «Бизнес Тайм» господина Мамеда Гаджиева. Мамед, огромное спасибо за эту номинацию и награду. Также хочу, конечно же, поблагодарить свою команду. Ребята, это ваш приз и ваша заслуга. Спасибо вам за это. Также, пользуясь случаем, хочу обратиться к вам. Вы знаете, что Грузия подписала с Евросоюзом о свободной торговле соглашение. Мы думаем, что это соглашение дает возможность не только Грузии, но в целом региону дает новые возможности. Мы считаем, что совместно с азербайджанскими партнерами мы можем создать конкурентоспособную продукцию на территории Грузии, которую можно будет экспортировать в огромный рынок, который называется европейский рынок. Еще раз огромное спасибо всем и хочу пожелать Азербайджану, стране, которая стратегический партнер Грузии. Хочу пожелать мира, процветания и хочу, конечно же, пожелать развития экономики, стабильного развития, потому что ваш успех – залог нашего успеха. Спасибо большое. Благодарим вас, присоединяемся ко всем вашим пожеланиям. Əzlərdi qonaqlarımız təşəkkürümüzü bildirir və bütün deyilən arzulara qoşuluruq. Növbədə isə əgər bütün nominasiyalar təqdim olundusa, hesab edirəm ki, bu gözəl mədəni ziyafətimizi musiqi ilə davam etsək çox yerinə düşər. Səhnəmizin ən populyar ifaçılarından birini burada dəvət edəcəm. Xəyyam Nisanov. Teşekkür ederim. Hamınızı salamlayıram. Şehir, megapolis, ağaçlar. Niye ayrıldık biz? Suallar. Sen benden uzakta. Yağışlar sana dönebilmedim. Bağışla. Bu şehirde sevgimizi taptık, yitirdik. İstanbul gözləyir bizi. İstanbul səsləyir bizi. İstanbul hatırla bizi. İstanbul bağışla bizi. Darıxmışam demədim. Bu yaz qayıdıram demədim. Sustum, danışmadım. Mən dinmədim. Bakı sirrimizi bilmədi. O şehirde sevgimizi taptık, yitirdik. İstanbul gözləyir bizi. İstanbul səsləyir bizi. İstanbul hatırla bizi. İstanbul bağışla bizi. Sevgi uzakta. Gözləyir bizi tənha yollarında. İstanbul
gözləyir bizi. Şirin yuxularda İstanbul xatırla bizi. Gözlərin dolanda İstanbul bağışla bizi. İstanbul unutma bizi. Çox təşəkkür edirəm. Hesab edirəm ki, səslənən nəğmələr, ifaçılarımızın çıxışı bugünkü gecəni daha da maraqlı edir. Çünki iş adamları üçün gözəl musiqi dinləmək, iş adamları üçün belə bir rahat ovqatda vaxt keçirmək çox önəmlidir. İl boyunca gərgin çalışmalar, il boyunca zəhmətkeşlik və bu zəhmətkeşliyin məntiqi yekun olaraq da mükafat qazanmaq. Nə gözəl məramı var bugünkü gecənin. Bu gecənin möhtəşəm keçməsində dəstək olan insanlar, dəstək olan şirkətlər var və mən böyük məmnuniyyətlə xatırlatmaq istərdim ki, təqdimat mərasiminin baş sponsoru Rahat Supermarketlər şəbəkəsi, sponsoru isə Acara Tbilisi Gürcüstandır. Dəyərli qonaqlarımız, Azeri Business Award milli mükafatı Business Time jurnalının təsisçiliyi ilə baş tutur, təqdim olunur və hesab edirəm ki, ölkəmizdə çox mühüm bir yer tutur. Çünki il ərzində çalışan şirkətlər ilin sonunda bu mükafatla təltif olunaraq öz işlərinin bəhrəsini görmüş olurlar. Gecəmizin yavaş-yavaş sonuna gəlib çatdıq. Bununla da Azeri Business Award milli mükafatının 2015-ci ilin yekunları üzrə qaliblərə təqdimat mərasimi başa çatdı. Qalibləri bir daha təbrik edir və ölkəmizin iqtisadi potensialının daha da güclənməsi naminə fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik. Gecəniz xeyrə qalsın. Sağ olun, salamat qalın.